Salam kızlar, kanalıma hamınız hoş gelmişsiniz. Buram niye böyle ağ görünür? Neyse, ışıqdan da boş verək onu. Bugün Magnolia hazırlayıram ve istəyirəm ki, birlikte hazırlayaq. Daha əvvəl hazırlamışam. Çox dadlı alınmışdı. Ümid edirəm ki, bu dəfə də çox dadlı alınacaq. Hazır evdə çiyələk var, bunu dəyərləndirməliydim. Ona görə burada yuyulanlar arasında baxaram, qazanım varmı? Qazanımızı götürürük, bura qoyuruq. Mən bir həftədə TikTok'a baxacağım. Tarifi oradan götürmüşəm. Yazdım geldim, ödeneğin arkasına yazmışam, ədəbəyin arkasına. Burada yazmışam, deməli bizə lazımdır. Qeyd alın. 200 gram şeker, un, nişasta, yumurta, süt, kərə yağı, vanil, qaymaq. Bunlar lazımdır. Bunlar hamısı evdə var. Plus çiyələk və piçeyni, bunlar işin süs qismidir. Əsas bu magnoliyanı hazırlamaqdır. O gözəl, möhtəşəm danışamadım. O möhtəşəm yazımdan da bura qeyd eləmişəm ki, sizin üçün rahat video çəkə bilim. Deməli, çıxartmışam unum, şekerim, qarğıdalı nişasta, sonra ne lazım idi? Şeker, un, nişasta. Bunu tökəcəm, burada qarışdıracağım. 200 gram şeker. Ona görə də mən əvvəlcə götürməliyəm ölçü qabımı. Görüm, harda da ölçü qabı. Əvvəl işlədiyim yerdə bunu görəndə o yadıma düşür. Əvvəl işlədiyim yerdə nuşpunlar yedişdirdim ən son işimdə. Bu niye bu kadar belə ağ düşür? Ben başa düşə bilmirəm bunu. Neyse, buramı belə tutum. Danışım, ciddi ala bilmirəm özümü. Əvvəl işlədiyim yerdə markalar gəlirdi və bunları hədiyyə edirdilər. Mən də onda təzə evlənirdim. Sağ olsun şefim mənə bir bunu bir də oxlov vermişdi ki, cehiz. Bunu görəndə həmişə Sənanın şef yadıma düşür, gülməyim gəlir. Deməli, buraya yazmışam ki, 200 gram şeker əlavə eləməliyəm. Burada da 200. Ona görə şekerdən götürürəm. 200 ml şeker. 200 ml şekerimi bunun içine əlavə edirəm. 3 yemək qaşığı isə dolu 3 yemək qaşığı una əlavə edirəm. Və 3 dolu yemək qaşığı nişasta. A few moments later. Harda qalmışdıq, yadımdan çıxdı. Araya reklamlar girdi. BBG gəldi, oturub həyatdan çay içirik. Bu ərəfədə də Adələdə yemək qoydum, pişsin. Unutdum harda qaldığımızı. Amma buradan görürəm ki, un, şeker və nişastanı qarışdırmışam. Deməli, baxım reseptimə. 1 yumurta sarısı, 1 litr süt. Buradadır. Onu ayıraq. Sarısının içine attım. 1 litr sütümü əlavə edirəm içine. Keçən dəfə magnolia eləmişdim. Təəssüf ki, Səbuy banan yemir deyə o yeməmişdi. Amma bu dəfə evdə çiyələk var və axşam görəndə çox mutlu olacaq. Əslində ona görə eləyirəm bir tərəfdən də. Çünki o vaxt yeyə bilmədi və dedi ki, magnoliyanın meyvəsi yeyə bilmərəm dedi. Ona görə yemədi. Bütün magnoliyanı mən yedim. Bir qazan magnolia yedim, amma yaxşıydı. İndi mən bunu belə qarışdırıram. Zəif odda pişirmək lazımdır qaynayana qədər. O pişənə qədər də deyirəm ki, evdə belə bir piçenik var. Belə bir paçkasını Adel yeyib, bir paçka qalıb. Ona görə bunu atacağım və blenderdan keçirəcəm ki, əzilsin. Yəni 2 dənə belə çox gözəl qabım var. Bunun içində hazırlayacağım. Ona görə də alt hissəsinə piçenini tökəcəyim üçün birinci piçeniləri bunun içinə əlavə edəcəm. Bunlara da qarışdırım. Əslində bunu dayanmadan qarışdırmaq lazımdır. Amma diqqətli iş görməm lazım. Baxın, belə içinə piçeniləri altdan saldım. Qıraqlarına çiyələk qoyacağım. Üstünə magnolia. Bu formada hazırlayacağım. İsteyince sana kek yaptım. Çıktım çırptım, karıştırdım. Kendimi onunla yarıştırdım. Kimse kimseye benzemez. Kendimi onunla yarıştırdım. Belə çörəklərimi də düzdüm. Ben bir vəziyyətimə baxın. Bir tərəfdə bunu qarışdırıram yapışmasını, bir tərəfdə də bu tərəfdə Adel'in yeməyini təyin edirəm. Anne olmak. Demək olar qatlaşdı. Bu qatlaşanda soyumağa qoymalıyam. O ərəfədə də Adel'i yetişdirəcəm.
Baxın, burada qatılaşır belə. Qoyacağım çörək ki tez soysun. Mən Adeli yedizdirənə qədər. Çünki birazdan gedəcəm Adeli yatızdırmağa. Çörək qoyacağım. Yerəm birdən pişiklər falan. Bilirsiniz nəyi unutmuşam? Burada vərəqimi oxumamışam. Burada yazmışam. 1 yemək qaşığı kərəyağ, 1 vanil qarışdı. Ona görə bunu açıram. İsti-isti kərəyağ içində əriyir çünki. Yəqin ki bu 1 yemək qaşığıdır deyə düşünürəm. Bunu da içine atıram. Of, vanilin bir dənə gözəl iyisi gəlir ki, yəni mən ürəyim gedir də vanil üçün. Sənbərin mutfağına xoş gəldiniz. Elə istəyirdim özümü də. Gəlirəm, sən appa yedir. Nə yiyirsən? Həpçi, gəlirəm appa yedirəm. Və belə təkrardan istəsədim, indi aparıram, qoyum soysun. Adeli yeməyini aparım, yedizdirim. Deməli qızlar, mən də Magnolia soyuyana qədər burada belə hazırlamışdım. Bunları bayaq sizə göstərdim. Magnoliasını tökmək qalıb. Ona qədər buraları yığışdırdım, sildim, kirliləri maşına qoydum. Bu da burada qalıb. Bu da Adelin yeməyidir. Saxlama qabına qoydum. Bunu qoyacağım buzluğa. Və buranı da təmizlədim ki, Adeli yatızdırmağa gedəcəm. İndi magnoliyaları töküm, qoyum soyuducuya. Ondan sonra gedim Adeli yatızdırım. Gətirdim. İndi bunu açıram. Və qaymaq əlavə eləməliyəm. 200 ml də qaymaq içinə əlavə edirəm. İndi isə arxada maşa səsləri ilə bunu alıram və bura əlavə eləyirəm. Çox gözəl görünür. Dadına da baxmışam arxada. Çox qəşəngdir. Bunu buradan götürəcəm. Belə qoyacağım ki, elə soyuducuda hazır olsun. Bu 1 litrdən gördüyünüz kimi çox çıxır. Yəni ki, çoxdur burada. Amma biz sevirik. Ona görə də bu qədər, yəni hazırlayıram. Hazırlayanda ki, çox olsun. Qutardı qızlar. Ümumi olaraq belə görünür. İndi bunları qoyacağım soyuducuya. Və belə ağızlarını da örtdüm. Yaxşıdır məncə. Bu arada gedib Adeli yatızdıracaqdım. Amma mən bunları eləyərkən Adel bir dənə mənim ən sevdiyim güldanımı qırdı. Özünü batırdı. Ona görə də hələ gedib Adeli çimizdirməliyəm. Ondan sonra yatızdırmalıyam. Tospişdi, baxın. Baxın. Adelin tospişi. Adeli çimizdirdim, yatızdırdım və axşama yemək hazırlayıram. Bugünkü menümüzdə isə badımcan, kartoşka, sinə əti, pişəndən sonra da üstünə belə laylay pomidor edirəm. Çox gözəl olur. İndi ədviyyatlamışam. Yaxşı-yaxşı bunu ədviyyatlayıb sobaya qoyuram və çox gözəl olur. Biz Səbu ilə çox sevirik bu yeməyi. Əlcəklər də əlimə böyüdülər, çıxırlar. Belə, axşam yeməyimiz də belədir. Bunu indi qoyacağım sobaya pişsin. Sonra Zepres'in ən sevdiyim qırmızı peelingi, L'Oreal'ın kondisioneru və Propia'nın maskası. Bunlar haqqında əlavə video çəkəcəm və danışacağım, fikirlərimi bildirəcəm. Bitənlər olaraq bunu mənə Zepres'dən belə bir bağlama gəlmişdi. Onun içindəki məhsulları istifadə etmişəm və belə qutusu qalır. Ona görə istəyirəm ki, Instagrama Reels çəkənə qədər bunun içinə bunları qoyun. Çünki əl altında da olmasınlar, bitiblər də. Belə. Əslində bu bitməyib bu maska. İçində hələ var. Bu krem də hələ bitməyib. Yenə də azdır. Bəlkə bir ürün və yaxud da bir-iki neçə ürün də əlavə etdikdən sonra Instagrama Reels çəkəcəm. Bunu da hələlik belə bağlayıram və qoyacağım qırağa. Buraya yerləşdirirəm bunu. Fırçalarımı da yumuşdum bilirsiniz. Hamısını gətirdim. Yenidən bura qoydum. Və belə tərtəmizdirlər hal-hazırda. Bunları da sizinlə birlikdə almışdım. Yəni alarkən çəkmişdim videonu. Bura kondisionerlarımı.
Bunu elə açmadan bura qoyacağım və çox sevdiyim bu göz paletim. Bunu da bura yerləşdirirəm. Burada hələ ki dağılmayıb, hələ ki yaxşı gedir, təmizdir. Dırnaqlarım da çox uzanıb qızlar. Məndə narahat eləyir artıq. Sadəcə vaxtım olmur korreksiya eləməyə. Yəni söz vermişəm, onsa narahat olmayın. Korreksiya eləyən kimi də sizinlə video paylaşacağım. Biraz Adellə çətinlik çəkirəm. Qızdırması var. Ona görə tam otura bilmirəm. Yəni axşamlar rahat yatmır ki, mən dırnaqlarımı düzəldim. Yəni ki, demək istəyirəm ki, mənə də elə uzanıb və pis görünür. Həm də mənə biraz narahat eləyir. Çünki uzun, çox uzanıb. Narahat olmayın. Yəni vaxt tapan kimi korreksiya eləyəcəm və bunda video çəkəcəm. Səbuy da gəldi, yeməyim də hazırdır. Bu Səbuyun yeməyidir. İndi mənimkinin arasındakı fərqə baxın. Bu da mənim yeməyimdir. Səbuy həmişə deyir ki, bununla sən necə doyursan. Mentalisti qoşmuşuq və magnoliyaların dadına baxırıq. Səbuyu çox bəyəndi. Mən də bilirdim ki, onsa çox gözəl alınır. Həqiqətən asandır və çox dadlı olur. Sabahınız xeyir olsun qızlar. Adelə yedizlədim, gəldim özümdə bir şeylər yeməyə. Magnoliyadan qoydum yenə özümə. 5 stəkan da çay süzdüm. Mən səhərlər əgər evdə şirniyyat varsa, şirniyyatla çay içməyi daha çox sevirəm. Ona görə də belə magnoliya ilə çayımı içəcəm. Çöldə o qədər gözəl hava var ki, oturub gözləyirik ki, Səbuy gəlsin. Səbuy gedib kuxnanın mərmərini həll eləməyə və orada da hələ ki saat 1-dir. Əslində bu saatda çöldə olmağı düşünürdük. Adeli zooparka aparmaq istəyirdik. Amma bilmirəm indi neçədə gələcək. Adelin də artıq yuxu vaxtıdır. Əgər çatdırsaq bugün gedəcəyik. Hava da bugün çox gözəldir. İstəmirəm axşama qalaq, çünki axşama hava soyuyur. Videonu çəkərkən arxada qurt səsləri bu xanımdan gəlir. Uzanıb orada və qurtuldadır. Corabına baxın onun. Məktəb vaxtı geyinirdik. Və Adel yatmışkən dedim vaxt itirməyib. Səbuy da hələ gəlməyib. Bu qarşılaşma videosunu çəkəcəm. Armani ilə Maybelline'in Tanani'sinin. Bu isə bazadır. Instagram üçün bir reels çəkim. Bunu çəkdim, işıqlar söndü, hər şey baş verir. Yaxşı ki, olmasa telefonumun zayatkası var. Hətta mən ikili set halında almışdım. Nə lazımdır? İşıq niyə yanmır? Hamı da sönüb, hamı da sönüb. Heç nə. Arvadım və yoldaşım olacaq. Arvadım və yoldaşım, arvadım və uşağım olacaq. Tamamdır, falan. A few moments later. Baxın, bu iki tonal kremi tətbiq eləmişəm üzümə. Sizcə hansı tərəfdə hansıdır? Mütləq rəylərdə yazın, görüm düz seçə biləcəksiniz. Bir bu tərəfə baxın, bir də bu tərəfə baxın. Deyəsən, bugün getməyimiz alınmır heç yana. Desəz ki, sən bəbəsliyi makyaj edirsən. Çünki reels çəkirəm, ona görə. Heç olmasa bu günümü biraz verimli keçirim deyə düşünürəm. Yeni almışdım, bunu sizə göstərmişdim. Vivian Sabon'un bu konsilerində test eləmiş olum sizinlə birlikdə. Görək necədir. Qablaşdırması çox gözəldir. Qiymətdə 14.000-15.000 manat idi belə. Yəqin gedə bilməyəcəyik heç yana. Çünki artıq 3-dür. Biz hazırlaşıb çıxana 5 olacaq. Sonra probka saat olacaq və düşünürəm ki, çox da yaxşı olmaz Adellə taksiyə o saatda binmək. Ondan sonra bugün evdə keçirərik. Bəlkə bir şeylər sifariş edərik və indi baxarıq. Mən deyərdim ki, örtücülüyü çox da yüksək deyil. 14-15 manata, yəni məncə. Bundan sonra 14 manata Influence qapatıcısını ala bilərsiniz, konsilerini ala bilərsiniz. Amma yüngül göz altlarınızda qaralıq yoxdursa, yüngül bir şey axtarırsınızsa, pis deyil, yaxşıdır. Amma mən məsələn gedib ikinci dəfə almaram. Belə. İndi bir dənə makyajımı tamamlayacağım hamısını. Ondan sonra bir dənə life hack var. Belə bronzer karandaşı qoyurlar və bronzer tətbiq edirlər. Burun daha incə görünsün deyə. Və istəyirəm ki, səbirli gedir. Və istəyirəm ki, onu çəkeyim. Görək necə alınır. Yəni doğrudan düzdür. Çünki mənim qabağıma çox çıxırdı. Və belə bitdi konsilerdən işim. Yəni dediyim kimi örtücüyü çox da yüksək deyil. Buna baxın qızlar. Kabroma bunu taxıb çıxartmaqdan, telefonumu daha doğrusu buna taxıb çıxartmaqdan kabromun bu hissələri yeyilib. Bu tərəfi ilə normaldır. Amma bu hissələr pis günə düşüb. Temudan yenidən sifariş vurum. Çünki bu çox pis günə qalır get-gedə.
Videonu bura qədər izlədiyiniz üçün çox sağ olun qızlar. İstərdim ki, bu günləri zooparka gedək. Videonun davamında da onu paylaşım sizinlə, amma elə olmadı. Və videonu da çox da uzatmaq istəmirəm ki, axşama editləyib paylaşa bilim. Ümid edirəm ki, bu videonu da bəyəndiniz. Başqa videolarda görüşənədək sizi çox istəyirəm. Hələlik.